Dostlar, bu videoda şəxsi inkişaf proqramının növbəti pilləsini, şeytan beynini izah eləməzdən qabaq bir balaca açıqlama vermək istəyirəm. Əlbəttə, biz şəxsi inkişaf proqramında beynin düşüncə qabiliyyətlərini hansı istiqamətdə düşünmək lazımdır, onu məşq eləyirik. Yəni, biz uğura çatmaq üçün hansı formada, hansı istiqamətdə düşünməliyik? Baxın, uğura çatmaq üçün bir neçə formula var. Biz o formulaların həyata keçirilməsini asanlaşdırmaq üçün düşüncəmizi inkişaf etdiririk. Məsələn, uğura çatmağın formulalarından ən məşhurlarından biri də budur. 3 istiqamətdə dəqiq fikir verməlisən. Birinci, məsuliyyət, hansı dərəcədə məsuliyyət götürürsən. İkinci, hansı dərəcədə risk edirsən. Üçüncüsü, ətraf mühitin kimlərdən ibarətdir, əziz dostlar. Bunlara dəqiq fikir vermək lazımdır ki, uğura çatasan. Bu, uğur formulasıdır. Amma bizim işimiz bu uğur formulalarını həyata keçirmək üçün düşüncə qabiliyyətimizi inkişaf etdirməkdir, əziz dostlar. 12-ci pillənin adı nə idi? Şeytan beyni. Bax, bu formulanın içərisində risk və məsuliyyət məsələsində elə ətraf mühitdə də hansı dostu özünüzə seçmək mərhələsində xüsusi olaraq şeytan kimi düşünmək sizə vacibdir. Götürdüyünüz risk ağıllı riskdirmi, yoxsa dəlicəsinədirmi? Məsuliyyətin sizin gücünüz daxilindədirmi və o məsuliyyətdən ötürü hazırsınızmı o məsuliyyəti götürməyə? Və yaxud da ətraf mühitinizdəki dostlar həqiqətən əsl dostlardırmı, yoxsa elə şeytan dostlar da var? Şəxsi inkişaf proqramının 12-ci pilləsi, şeytan beyni, əziz dostlar. Bu barədə düşünək. Beynimizdə şeytan kimi, şeytanın bizə quracağı tələləri də görmək üçün bəzən şeytan kimi düşünmək də lazımdır. Bu düşüncə forması bizə lazımdır, əziz dostlar. Anlada bildinmi? Xoş gördük.